Hey Leute, bugün size özümlə birlikte bir iş gününü aparıram. İlk sonra paltarlarımı giyinirəm və günə hazırlaşıram. Hazırlaşdıqdan sonra özümə kiçik bir fasilə verirəm. Gün uzun olacaq, enerji lazımdır. Bura bizim fasilə otağımızdır. Adətən burada otururuq. Burası narkoz otağıdır. Əməliyyata girməmişdən əvvəl maskamı taxıram və hər şeyə son dəfə nəzər yetirirəm ki, hər şey qaydasındadır. Çünki əməliyyatda hər şey steril olmalıdır. Bura əməliyyat zalıdır. Hal-hazırda əməliyyat gedir içəridə. Burada isə sizə istifadə etdiyimiz bəzi alətləri göstərirəm. Hal-hazırda damar əməliyyatı dediyim kimi, bu isə damar protezidir. Birinci əməliyyat uğurla başa çatır. İndi isə növbəti əməliyyata keçirik. İkinci əməliyyat biraz uzun çəkdi. Düzünü desəm, biraz artıq sıxılmağa başlamışdım. Burada əməliyyat prosesindən qısa görüntüləri görə bilərsiniz. Və nəhayət ki, İş gününün sonuna yaxınlaşırıq. İndi isə paltarlarımı dəyişməyə gedirəm. Burada günün sonunda son dəfə özümü görə bilərsiniz. Yenə o qədər yorğun idim ki, cəmi 2 mərtəbə düşməli olsam da pilləkən əvəzinə lifti seçdim. Liftlə aşağı düşərkən artıq beynim ev rejimində keçmişdi. Bura iş yerimizin həyətidir. Əslində mənzərə çox gözəldir. Kaş ki, həmin gün hava da biraz daha yaxşı olsaydı. Amma fərqi yoxdur. Uzun iş günündən sonra ən gözəl his yenə də evə qayıtmaqdır.